One of the things we need to think about Ve bunun is üzerinde düşünmeliyiz. when they sacrificed the lamb, Onlar o vaxt quzunu qurban gətirəndə, did the high priest check the person baş kahin neyi yoxlayırdı? Adamı yoxlayırdı for their impurities and for their flaws? ki, nə qədər bu adam nakamdır, napaktır. Or did he check the lamb Yoxsa quzunu yoxlayırdı for their blemishes? ki, nə qədər quzu qüsursuzdur. See, we got to understand that Jesus was the Lamb of God Və görürsünüz, biz başa düşməliyik ki, İsa Tanrının quzusu idi. who took away the sins of the world, Dünyanın günahını üzərinə götürən quzu. and high priest Beləcə də baş kahin idi. who examined himself. Hansı ki, özü kahin olaraq özünü, quzunu yoxlayırdı, sınadı. Every time that the high priest was sacrificed, there was never a payment that would take away sin. Hər dəfə baş kahin məbəddə qurban gətirilən quzuların paklığını yoxlayanda heç vaxt günahlara görə ödəniş söhbəti getmirdi. So this is Hebrews 10, Bu İbranilərə məktub 10-cu fəsildir, 11. 11-ci fəsildir. And every priest stands ministering daily, offering repeatedly the same sacrifices which can never take away sins. Yəni 11-ci bənd 10-cu fəsildir. Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları, yəni heyvanları dəfələrlə təqdim edir. Verse 12, but this man Jesus, 12-ci bənd. Amma bu adam Məsih İsa after he had offered one sacrifice günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra for sins forever, əbədi olaraq günahların bağışlanması üçün təqdim olunan qurban sayəsində sat down at the right hand of God. nəticədə əbədi olaraq Allahın sağında oturdu. This is a very powerful revelation. Və bu çox qüdrətli bir vəhiydir. Because when we come before God Çünki Tanrı önünə gələndə as born again child of God, Tanrının yenidən doğulmuş övladları olaraq we're being examined biz yoxlanılırıq under the blood of Jesus. İsa Məsihin qanı vasitəsilə. Our righteousness is the fact that our sacrifice Bizim salihliyimiz ondan ibarətdir ki, bizim qurbanımız was more than enough yetərli olmadan daha üstün idi. to take away our sins. Yəni Məsih İsa'nın gətirdiyi qurban günahlarımızı aradan qaldırmaq gücünə malik idi. All other sacrifices Bütün başqa qurbanlar ki gətirilirdi. was a band-aid on sin. Onlar günahın üzərinə bir plaster kimi idi. It covered sin, but it didn't take it away. Yəni günahı bir yara kimi düşünsək, onun üstünü örtürdü, amma o yaranı aradan qaldırmırdı. So Jesus himself, Hələ ki İsa özü, the high priest yəni baş kahin olan birisi and spotless lamb, və qüsursuz quzu offered himself one time bir dəfə özünü qurban olaraq təqdim etdi. for all humanity, Bütün bəşəriyyət üçün for eternity. ki, əbədiyyətə təsir etsin. All it takes is us Və bizdən yalnız bir şey tələb olunur. receiving his grace Onun bizə verdiyi lütfü qəbul etmək. through the faith İman vasitəsilə. that he dealt to every man. Hansını ki, o hər bir insana açıqcasına verir. Think about that. Düşünün bunu. Romans says that each man has been dealt the measure of faith. Romalı məktubda deyilir ki, hər bir insana müəyyən bir iman ölçüsü verilir. Not a measure, Yəni hansısa bir bilinməyən ölçü yox, the measure. amma müəyyən edilmiş ölçü. So everybody got the same measure. Belə ki, hər birimizin müəyyən bir ölçüsü var. And that measure was enough for us to have faith Və bu ölçü bizə yetərli idi ki, imanımız olsun. in his grace Tanrının lütfüne və Tanrının lütfüne malik olan. so that we could be a new creation in Christ. Hələ ki, nəticədə biz Məsihdə yeni məxluq olaq. So get the image of the lamb, Belə ki, quzunun təsvirini düşünsək, the one sacrificing it would lean in bir qurban gətiriləndə ki, o boğazlanır as in you're imparting your sin into the lamb. və sən də üzərində olan günahları o
qurbanlıq quzusuna ötürmüş olursan sanki mənzərə. The lamb accepts your sin, and then they cut his throat. Və o quzu üzərinə sanki günah ötürülür və sonra o quzu boğazlanır. Jesus spread out his arms İsa Məsih çarmıqda əllərini tam geniş şəkildə açmış oldu. as high priest and sacrificial lamb. Həm baş kahin olaraq, həm də qurbanlıq quzu olaraq. He said, "Come to me, all you who are weary and heavy laden, I'm going to give you rest." Və o bizə deyib, ey yükləri ağır olanlar və əziyyət çəkənlər, gəlin mənim yanıma, mən sizin qəlbinizə dincilik verəcəyəm. Cast your care on me because I care for you. Yüklərinizi mənə verin, çünki mən sizin qayğınıza qalıram. Take on my yoke is easy, my burden. Əvəzinə mənim yükümü götürün, mənim yüküm yüngüldür və asan daşınandır. He carried his cross so you wouldn't have to keep carrying your burden. İsa öz çarmıxını daşıdı, belə ki, bizə artıq yükümüzü daşımaq məcburiyyəti qalmır. He's our high priest who loved us enough to be the sacrificial lamb to take away our sins so that we could stand today. O bizim baş kahinimizdir və bizə olan məhəbbəti sayəsində o özü qurbanlıq quzu oldu ki, bizim bütün günahlarımız onun qurbanı sayəsində bağışlansın. Accepted by grace Və biz də Tanrının lütfü ilə qəbul edilmişik. through the faith that he dealt us. Onun bizə verdiyi iman vasitəsilə. Hallelujah, Jesus. Hallelujah, Rəbb İsa sənə şükürlər olsun. Amin.